Şou verilişlərinin bağlanmağı əla oldu. Çünki onu ona qırdırırlar, bunu buna. Amma sosial verilişlərə insanlar boş olanda, mən nə qədər insan tanıyıram, ağsaqqallar, abi şeylər, Zaur Baxşəliyeva baxırdılar, Xoşqədəm xanıma baxırdılar, Xoşqədəm xanım Baxşəliyevaya, elə Lalə Azərtaşa da, hər üçünə də baxırdılar. İndi yenə də, belə deyim ki də, bu işi bilənlər ən doğrusunu bilir, amma onlara baxılırdı. Şəxsən mən özüm də Azərbaycanda yaşayanda dəfələrlə kömək də etmişdim o verilişlərdə ehtiyacı olanlara. Hamısını demirəm, amma maddi köməyi Layla xanımın verilişində eləmişdim. $1000 bir dəfə, $500 bir dəfə. Yəni ki, baxırdıq ki, edirdik. O da pul aparıb Layla xanıma verməmişəm xəstənin özünə. Üzbəüz, yəni hər şey şəffaflıq olduğunu özüm gördüm ondan sonra. Bu kimi, indi mən yenə deyirəm, mən nəkarəyəm ki, nəyin necə olacağına əlbəttə, belə deyim. Ancaq fikir bildirə bilərik də biz. Mədəni verilişlərə deyir, ehtiyac var. Bəli, bəli. Yox, sosial verilişlər bütün dünyada var. Baxın, Müge Anlı'da var. Türkiyədə. Hələ məni Avropaya, digər yerlərə demirəm. Məsələn, Rusiyanı demirəm. Amma elə elementar qardaş Türkiyəni götürək ki, Türkiyədə Müge Anlı çox möhtəşəmdir. Mən baxıram. Deyim ki, baxmıram, baxıram. İnsanların, adam var onunla, o ağlayır, mən də ağlayıram. Adam var, o sevinir, mən də sevinirəm. Belə canım. Amma bu şou verilişlər yığışırılsa daha yaxşı olar. Günorta bir veriliş var. İndi ora can atırlar, milli şou. Məndə olan məlumata görə, yəni, xanım aparırız da günorta. İndi ora xod axtarırlar. Sənət olmayanlar. Sənət olanlar zaten göz önündədir, hamısı efirlərdədir.